Salam hörmətli izləyicilər. Mən süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı Narin. Siz isə Smart icmal buraxılışını izləyirsiniz. Qarşıdakı dəqiqələrdə nəqliyyat və telekommunikasiya sahələrində ayın ən mühüm xəbərlərini sizinlə bölüşəcəm. Gəlin birlikdə baş verən yeniliklərə nəzər salaq. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi AYNA tərəfindən paytaxtın Binəqədi rayonu ərazisində təhlillər aparılıb. Məqsəd yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması və hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi olub. Nəticə etibarilə ərazidə yaşayan sakinlərin çoxsaylı istəkləri nəzərə alınaraq Biləcəri qəsəbəsinin Rəşid İsmailov və Yahya Hüseynov küçələrinin kəsişməsində yol hərəkətinin yenidən təşkil edilməsinə başlanılıb. MyGov rəqəmsal hökumət platformasında yeni funksionallığın istifadəyə verilməsi nəticəsində vətəndaşlara məlumat sorğuları barədə bildirişlər göndərilməyə başlanılıb. Beləliklə, vətəndaşlar MyGov tətbiqi və web platforması üzərindən məlumatlarının hansı qurumlar tərəfindən sorğulandığını daha operativ izləyə bilir. Sorğulama baş verdiyi anda sistem avtomatik olaraq MyGov tətbiqi vasitəsilə vətəndaşa bildiriş göndərir. Yeni funksionallığın əsas məqsədi vətəndaşların şəxsi məlumatlarına nəzarətini artırmaqdır. Bu xüsusiyyət sayəsində vətəndaşlar məlumatlarının sorğulanması barədə vaxtında xəbərdar olur və prosesə daha rahat şəkildə nəzarət edə bilirlər. Ölkəmizin nəqliyyat və telekommunikasiya sahələrində daha çevik, səmərəli və əlaqələndirilmiş idarə etmənin təşkili məqsədi ilə bir il əvvəl cənab Prezident İlham Əliyevin 7 noyabr 2024-cü il tarixli fərmanı ilə Askon Holding yaradıldı. Qeyd edək ki, Askonun əsas hədəfləri idarə etməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin müasir korporativ idarə etmə prinsiplərinə uyğun idarə olunması, rəqabət qabiliyyətinin və maliyyə dayanıqlığının artırılmasıdır. Sərnişin avtobuslarında xanım sürücülər rəsmi şəkildə fəaliyyətə başlayıblar. İlk vaxtlarda onların fəaliyyətinə təcrübəli mentor sürücülər tərəfindən dəstək göstərilir. Qeyd edək ki, ictimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədi ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi AYNA tərəfindən yeni təlim proqramı həyata keçirilib. Proqram çərçivəsində xanım namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq keçiblər. Təlimlər sürücülük bacarıqları ilə yanaşı etik davranış, ünsiyyət mədəniyyəti və təhlükəsizlik mövzularını əhatə edib. 17-28 noyabrda Bakı Ümumdünya Telekommunikasiyanın İnkişafı konfransına ev sahibliyi edib. Beynəlxalq Telekommunikasiya İttifaqı və Azərbaycanın birgə təşkil etdiyi tədbir inklüziv və dayanıqlı rəqəmsal gələcək üçün universal, faydalı və əlçatan bağlantı mövzusuna həsr olunub. Açılışda cənab Prezident İlham Əliyevin müraciəti səsləndirilib və Azərbaycanın qlobal rəqəmsal inkişafda fəal rolu vurğulanıb. MDB regionunda ilk dəfə Azərbaycanda təşkil olunan konfrans çərçivəsində radio tezliklər, kiber təhlükəsizlik, rəqəmsal inklüzivlik, innovasiya və ucqar ərazilərdə İKT-dən istifadə kimi sahələr üzrə mühüm qətnamələr qəbul olunub. Tədbirin əsas nəticəsi olan Bakı fəaliyyət planı inkişaf etməkdə olan ölkələr və rəqəmsal xidmətlərə məhdud çıxışı olan qrupların ehtiyaclarını prioritetləşdirərək rəqəmsal fərqlərin aradan qaldırılması üçün yol xəritəsi müəyyən edir. Konfrans zamanı Beynəlxalq Telekommunikasiya İttifaqı 2025-ci il üzrə qlobal bağlantı hesabatını təqdim edib. Tədbir çərçivəsində bir sıra razılaşmalar imzalanıb. Qeyd edək ki, Asiya, Sakit Okean regionunda milli ağıllı kəndlər və ağıllı adalar proqramlarının davamlılığını təmin etmək məqsədi ilə 2 illik layihə həyata keçiriləcək. Milli Məlumat Mübadiləsi Sistemi Digital Bridge üzərindən həyata keçirilən tranzaksiyaların ümumi sayı 2 milyardı ötüb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim edilən sistemə hazırda 80 dövlət qurumu və 180 informasiya sistemi qoşulub.
Digital Bridge 2021-ci ilin aprel ayından fəaliyyət göstərir və dövlət orqanları arasında təhlükəsiz, sürətli və standartlaşdırılmış məlumat axınını təmin edən mərkəzi platformadır. Sistem dövlətin rəqəmsallaşma siyasətinin əsas infrastruktur komponentlərindən biri olmaqla məlumatların etibarlı şəkildə ötürülməsi və paylaşılmasına şərait yaradır. Ölkənin əsas rəqəmsal hökumət platforması olan MyGov istifadəçilərinin sayı 2 milyonu ötüb. Cari ildə platformadan 1 milyondan çox vətəndaş qeydiyyatdan keçib. Bu isə ötən ilin sonu ilə müqayisədə 2 dəfədən çox artım deməkdir. Platformadan mütəmadi istifadə edən, davamlı şəkildə sistemə daxil olan və rəqəmsal xidmətlərdən yararlanan aktiv istifadəçilərin sayı isə 800 min nəfərdir. Hazırda platformada ümumilikdə 400-dən çox rəqəmsal xidmət mövcuddur. Bilinməyən və ya tanış kimi görünən nömrələrdən göndərilən şübhəli linklər, SMS-lə gələn təsdiqləmə, OTP kodlarının istənilməsi. Son günlər kiberdələduzlar WhatsApp istifadəçilərini aldadaraq hesablarını ələ keçirməyə çalışır. Daha sonra həmin hesabdan istifadə edərək şəxsin yaxınlarına saxta mesajlar göndərir. Onların maliyyə və şəxsi məlumatlarını əldə etməyə cəhd göstərirlər. Elektron təhlükəsizlik xidməti vətəndaşlara WhatsApp hesablarının qorunması üçün naməlum nömrələrdən gələn linkləri açmamağı, tətbiqləri yalnız rəsmi mənbələrdən yükləməyi, OTP və təsdiqləmə kodlarını heç kəslə bölüşməməyi, tətbiq ayarlarında 2 mərhələli təsdiqləmə funksiyasını aktivləşdirməyi tövsiyə edir. Dövlət Dəniz və Liman Agentliyi dənizçilərə sertifikatlar, diplomlar, xüsusi hazırlıq şəhadətnamələri, tanınma sertifikatları və güzəştli icazələrin QR kodla təmin olunmuş rəqəmsal formatda verilməsinə başlayıb. Nəticədə aidiyyəti qurumlar tərəfindən əlavə sənəd təqdim olunmasına ehtiyac qalmır. Bu təşəbbüs həm müraciətlərin emal vaxtını qısaldır, həm də məlumat mübadiləsinin dəqiqliyini və təhlükəsizliyini artırır. Böyük Britaniyanın rəsmi poçt və çatdırılma xidməti olan Royal Mail günəş panelli, barkod skanerli və kiçik bağlamaları qəbul edən ağıllı poçt qutularını sınaqdan keçirir. Yeni poçt qutularının üst hissəsində yerləşdirilmiş günəş panelləri barkod skanerini və çəkməcə mexanizmini enerji ilə təmin edir. Barkod skan edildikdə rəqəmsal siyirtmə açılır və bağlama yerləşdirilə bilər. Günəş enerjisi texnologiyası karbon izini azaldır, müştərilərə isə poçt şöbəsinə getmədən bağlama göndərmə imkanını yaradır. Çində Xpeng'in törəmə şirkəti yeni hava taksisini, hətta uçan avtobus adlandırıla biləcək modeli təqdim edib. Yeni hava nəqliyyat vasitəsi ilə eyni anda 6 sərnişinin daşınacağı vəd edilir. Uçan avtobus şaqulib qalxış və enişə, həmçinin optimallaşdırılmış üfüqi uçuşa malik hava nəqliyyat vasitəsidir. Bunun üçün 6 mühərrikin hər biri fırlana bilən quruluşa sahibdir. Beləliklə, bugün sizə təqdim edəcəyimiz xəbərlər bunlar idi. Nəqliyyat və telekommunikasiya sahələrində ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin. Mən süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı Narin. Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun, növbəti buraxılışda görüşənədək.